Məcburi qərarların əldə edilməsi xarici ticarət iştirakçısına hansı üstünlükləri verir? Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 50-ci maddəsinə əsasən məcburi qərarlar sistemi biznes subyektlərinə gömrük orqanına müraciət etməklə konkret mallar və əməliyyatlarla əlaqədar malın təsnifatı və mənşə ölkəsinə dair məlumatların əvvəlcədən müəyyənləşdirilməsi imkanını verən ticarətin asanlaşdırılması üsullarından biridir. Məcburi qərarın əldə edilməsi xarici ticarət iştirakçısına aşağıdakı üstünlükləri verir. Konkret mallar və əməliyyatlarla əlaqədar malın təsnifatının və mənşə ölkəsinin əvvəlcədən müəyyən edilməsi ilə gömrük rəsmiləşdirilməsi prosesinin sadələşdirilmiş və sürətli qaydada başa çatdırılması, xarici ticarət iştirakçılarına öz biznes planlarının əvvəlcədən düzgün proqnozlaşdırılması imkanının yaradılması, gömrük biznes arasında tam şəffaflığın təmin edilməsi.